Salam, hər vaxtınız xeyir olsun. Coğrafiya dim test toplusu, sual 121. Yay gündönümü günü günorta vaxtı Cənub yarımkürəsində günəş şüalarının 23,5 dərəcə bucaq altında göründüyü enliklə Bakı şəhəri arasında ən qısa məsafəni müəyyən edin. Deməli, yay gündönümü günü biz bilirik ki, günəş şimal tropikində zenitdədir və biz günəşin düşmə bucağına əsasən coğrafi enliyin tapılması düsturuna əsasən həmin enliyi tapacağıq ilk öncə. Həmin düstur necə idi? Günəşin zenitdə olduğu enlikdən, yəni 23,5 dərəcədən çıxırıq. Məntəqə cənub yarımkürəsində yerləşdiyi üçün çıxırıq. Məntəqə əgər şimal yarımkürəsində yerləşsəydi, üzərinə gələcəkdik. Mötərizə içərisində maksimum düşmə bucağı 90 dərəcədən çıxırıq günəş şüalarının həmin məntəqəyə düşdüyü bucağı, yəni 23,5 dərəcəlik bucağı bərabərdir 23,5 çıxılsın 66,5 da bərabərdir -43. -43 o deməkdir ki, yəni məntəqə cənub yarımkürəsindədir. İndi bizə nə deyir? 43 dərəcəlik enliklə Bakının yerləşdiyi enlik arasındakı ən qısa məsafə. Biz bilirik ki, Bakı 40 dərəcəlik şimal enli dairəsində yerləşir və həmin məntəqədə 43 dərəcə cənub enliyində olduğu üçün dərəcə qiymətlərini toplayırıq. Çünki hər ikisi də fərqli yarımkürədədir. Fərqli yarımkürədə olanda biz dərəcə qiymətlərini toplayırıq həmişə. Edir 83 dərəcə və biz meridian üzrə hərəkət edəcəyimiz üçün və meridian üzrə də 1 dərəcənin qiyməti 111 kilometr olduğu üçün 83 dərəcəni 111 kilometrə vursaq, aradakı məsafəni taparıq 9213 kilometr. Bu da bizim cavabımızdır. 121-in doğru cavabı 9213 kilometr. Sual 122. Yay gündönümündə günorta vaxtı 6 dərəcə cənub enliyində yerləşən Cakarta şəhəri ilə Pekin şəhərinə günəş şüalarının düşmə bucaqları arasındakı fərqi hesablayın. Yay gündönümü günəş şimal tropikində zenitdədir. Ona görə də düstura əsasən ilk öncə Cakarta şəhərinə düşmə bucağı nə qədərdir onu hesablayaq. Düstur necə idi? Maksimum düşmə bucağı çıxılsın mötərizə içərisində məntəqənin yerləşdiyi coğrafi enlik, yəni 6 dərəcə cənub enliyi. Üzərinə gəlirik, günəş şüalarının zenitdə olduğu enliyi, yəni 23,5 dərəcəni. Məntəqə cənub yarımkürəsində yerləşdiyi üçün biz üstə gəldik. Əgər şimalda yerləşsəydi, burada çıxacaqdıq. Bunu hesablayaq görək. 90 dərəcə çıxılsın 29,5 dərəcə bərabərdir 60,5 dərəcə. Bu Cakarta şəhərinə idi. İndi gəlin Pekin şəhərinə nə qədər düşür onu hesablayaq. Pekin şəhəri 40 dərəcəlik şimal enliyində yerləşdiyi üçün 40 dərəcədən çıxacaq günəş şüalarının zenitdə olduğu enliyi bərabərdir 90 çıxılsın 16,5 o da bərabərdir 73,5. İndi bizdən aradakı fərqi hesablayın deyir. Bu iki şəhərə günəş şüalarının düşmə bucağının fərqini istəyir. 73,5-dən biz 60,5-i çıxsaq cavabı alarıq 13. Yəni 122-nin doğru cavabı 13-dür. Sual 123. Qış gündönümündə günorta vaxtı 20 dərəcə şimal enliyində yerləşən Mumbai şəhəri ilə Buenos Aires şəhərinə günəş şüalarının düşmə bucağı arasındakı fərqi hesablayın deyir. Qış gündönümü günü biz bilirik ki, günəş cənub tropikində zenitdədir. Ona görə də yenə hesablayaq 90 dərəcə çıxılsın. İlk öncə Mumbai şəhərinə nə qədər düşür onu hesablayaq. Mötərizə içərisində Mumbai'nin yerləşdiyi şimal enliyi yazaq 20 dərəcə. Yenə günəşin düşmə bucağı ilə, daha doğrusu günəşin zenitdə olduğu enliklə məntəqə fərqli yarımkürədə olduğu üçün toplayırıq. 20-nin üzərinə gəlirik günəşin zenitdə olduğu enliyi bərabərdir 90 çıxılsın 43,5
Bu da bərabərdir 46,5. Bu Mumbai şəhərinə olan düşmə bucağı idi. İndi biz Buenos Airesi tapmalıyıq. İndi onu necə tapacağıq? Yenə düstura əsasən maksimum düşmə bucağı çıxılsın. Mumbai 40 dərəcə cənub enliyində yerləşir. Bu səfər hər ikisi də günəşin zenitdə olduğu enlikdə verilən məntəqədə eyni yarımkürədə olduğu üçün çıxırıq. 40 dərəcədən çıxacaq günəşin zenitdə olduğu enliyi. Bərabərdir 90 çıxılsın 16,5. Bu da bərabərdir 73,5. İndi biz aradakı fərqi tapa bilərik. 73,5-dən çıxırıq 46,5-i. O da edir 27 dərəcə. 120 üçün doğru cavabı 27-dir. Sual 124. Bakıda günəş şüalarının günorta vaxtı düşmə bucağının və qütb ulduzunun görünmə bucaqları bərabər olduğu vaxt 33 dərəcə cənub enliyinə günəş şüalarının düşmə bucağını hesablayın dərəcə ilə. Deməli, biz bilirik ki, qütb ulduzunun görünmə bucağı məntəqənin yerləşdiyi coğrafi enliyə bərabərdir. Bakı şəhəri də 40 dərəcəli enlikdə yerləşdiyi üçün təbii ki, qütb ulduzunun görünmə bucağı olacaq 40 dərəcə. Təbii ki, bu şimal yarımkürəsi üçün keçərlidir. Çünki cənub yarımkürəsində qütb ulduzu görsənmir. Deməli, tapdıq ki, qütb ulduzunun görünmə bucağı 40 dərəcədir və günəş şüalarının da düşmə bucağı 40 dərəcədir. Və biz artıq günəşin zenitdə olduğu enliyi tapa bilərik. Bunu yenə düstura əsasən hesablayacaq. Verilən məntəqənin coğrafi enliyindən, həmin məntəqə Bakı idi. Bakı şəhərinin coğrafi enliyi 40 dərəcədir. Biz 40 dərəcədən çıxırıq. Mötərizə içərisində maksimum düşmə bucağı 90 dərəcə çıxılsın. Günəş şüalarının düşdüyü bucaq Bakıya 40 dərəcədir. Çünki qütb ulduzunun görünmə bucağına bərabərdir deyir. 90-dan biz 40 dərəcədən çıxsaq və buna əsasən taparıq ki, günəş hansı enlikdə zenitdədir. Bərabərdir 40 dərəcə çıxılsın 50 dərəcə. Bu da bərabərdir -10. Mənfidirsə deməli cənub yarımkürəsidir. Yəni günəş cənub enliyi 10 dərəcə cənub enliyində zenitdədir və biz artıq 33 dərəcə cənub enliyinə günəş şüalarının düşmə bucağını hesablaya bilərik. Yenə düstura əsasən maksimum düşmə bucağı olan 90 dərəcədən çıxırıq. Deməli məntəqələr məntəqə də eyni yarımkürədədir. Günəşin zenitdə olduğu da məntəqə eyni yarımkürədədir. Ona görə biz 33-dən hansı ki məntəqənin coğrafi enliyidir. 33-dən çıxacaq 10 dərəcəni, yəni günəşin zenitdə olduğu enliyi bərabərdir. Birbaşa cavabı yazın, mən vaxt getməsin. 67 dərəcə. Deməli, 33 dərəcəlik enliyə, yəni cənub enliyinə 67 dərəcə bucaq altında düşür. 124-ün cavabı 67 olacaq. Keçdik 125-ci suala. Sxema əsasən günəşin zenitdə olduğu 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı arasındakı məsafəni hesablayın. Biz indi verilənlərə əsasən günəşin zenitdə olduğu enliyi tapa bilərik. Onu necə tapacaq? Burada 35 dərəcəlik şimal enliyinə günəş 40 dərəcəlik bucaq altında düşüb, oradan tapa bilərik. Yenə düstura əsasən verilən məntəqənin coğrafi enliyindən biz günəşin zenitdə olduğu enliyi tapırıq. Həmin düstura əsasən 35 dərəcə çıxılsın mötərizə içərisinə maksimum düşmə bucağı olan 90 dərəcədən çıxırıq. Günəş şüalarının düşdüyü bucağı, yəni 40 dərəcəlik bucağı. Yəni bu düsturları biz əzbər bilməliyik də. Yəni düsturları əzbər bilsək əslində çox asandır hesablama işləri. 35-dən də çıxaq 50-ni. O da bərabərdir -15. -15 o deməkdir ki, yəni günəş daha doğrusu günəş 15 dərəcəlik cənub enliyində zenitdədir. Tapdıq günəşin zenitdə olduğu enliyi. İndi
Deyir ki, həmin enliklə Bakı arasındakı məsafəni hesablayan. Bakı yerləşir 40 dərəcəlik şimal enlik dairəsində və həmin məntəqədə yerləşir 15 dərəcə cənub enlik dairəsində. Fərqli yarımkürələr olduğu üçün toplayacaq. 40-ın üzərinə gəlirik 15-i bərabərdir 55 dərəcə. 55 dərəcə fərq var və biz meridian üzrə hərəkət edəcəyimiz üçün 55-i vururuq meridian üzrə 1 dərəcənin qiymətinə, yəni 111 kilometrə bərabərdir 6105 kilometr. Deməli 125-in doğru cavabı 6105 kilometr. Keçdik 126-cı suala. Sxemə əsasən Günəşin zenitdə olduğu 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə Bakı şəhəri arasındakı məsafəni hesablayın. Yenə eyni tip sualdır. Biz Günəşin zenitdə olduğu enliyi tapmalıyıq ilk öncə. Deməli, məntəqənin coğrafi enliyindən, yəni 20 dərəcədən çıxırıq. Mötərizə içərisində maksimum düşmə bucağı olan 90 çıxılsın. Günəş şüalarının düşdüyü bucaq nə qədərdir? 50 dərəcə. 50 dərəcəni bərabərdir 20 çıxılsın 40. Bu da bərabərdir -20. Yəni -20 o deməkdir Günəş 20 dərəcəlik cənub enliyində zenitdədir. Və biz artıq həmin enliklə Bakı arasındakı məsafəni tapa bilərik. Bakı yerləşir 40 dərəcəlik şimal enlik dairəsində. Günəşin zenitdə olduğu enlikdə 20 dərəcəlik cənub enliyində olduğu üçün dərəcə qiymətlərini toplayırıq. 60 dərəcə olur. Sonra yenə 60-ı vururuq 111-ə. Bu da bərabərdir 6660 kilometr. Deməli 126-nın doğru cavabı oldu 6660 kilometr. Keçdik 127-ci suala. 56 dərəcə şimal enliyində günorta vaxtı Günəş şüalarının düşmə bucağı 54 dərəcə olarsa, yenə ardını oxumayaq. İlk öncə Günəşin zenitdə olduğu enliyi tapmalıyıq. Yenə eyni qayda ilə, eyni düsturdur. 127. Deməli 56 dərəcə şimal enliyindən biz çıxırıq mötərizə içərisində. Maksimum düşmə bucağı 90 çıxılsın. Nə qədər bucaq altında düşür? 54 dərəcə. Bu da bərabərdir 56 çıxılsın 36 bərabərdir 20 dərəcə. Yəni müsbətsə deməli Günəşin zenitdə olduğu enlik 20 dərəcə şimal enliyidir. Və biz artıq cənub enliyinə, yəni 52 dərəcə cənub enliyinə Günəş şüalarının düşmə bucağını hesablaya bilərik. Yenə maksimum düşmə bucağı çıxılsın mötərizə içərisində. Məntəqənin yerləşdiyi coğrafi enlik 52 dərəcənin üzərinə gəlirik 20-ni. Niyə üzərinə gəlir? Çünki fərqli yarımkürələrdədir. Günəşin zenitdə olduğu enlik ilə verilən məntəqə fərqli yarımkürədə olduğu üçün toplayırıq. 90 çıxılsın 72, bu da bərabərdir 18-ə. 127-nin də doğru cavabı oldu 18. Yenə 128 də eyni tip sualdır. 42 dərəcə şimal enliyi deyir bu səfər. Yenə biz Günəşin zenitdə olduğu enliyi tapmalıyıq. 128. Deməli, biz nə edəcəyik? Yenə 42-dən çıxırıq. Mötərizə içərisində 90 çıxılsın. Günəş şüalarının düşdüyü bucaq 60, 42 çıxılsın 30 bərabərdir 12 dərəcə şimal enliyi. İndi deyir 42 dərəcə cənub enliyində Günəş şüalarının düşmə bucağını hesablayın. Gəlin hesablayaq. Maksimum düşmə bucağı olan 90 çıxılsın 42-nin üzərinə gəlməliyik 12-ni. Bərabərdir 90. Daha doğrusu, düzdür. 90 çıxılsın 54 bərabərdir 36. Tapdıq cavabı 36 dərəcə bucaq altında düşür. Sual 129-a baxırıq. 60 dərəcə şimal enliyində yerləşən Sankt-Peterburq şəhərində günorta vaxtı Günəş şüalarının düşmə bucağı 24 dərəcə olsa, yenə eyni tip sualdır bu da. Deməli, yazırıq bura 129. Yenə biz 60 dərəcədən çıxmalıyıq. Mötərizə içərisində 90 çıxılsın. Nə qədər bucaq altında düşür? 24 dərəcə bucaq altında düşür.
çıxırıq 24. Tapırıq ki, Günəş hansı enlikdə? Zenitdədir. 60 çıxılsın 66 da bərabərdir -6. -6 o deməkdir ki, Günəş 6 dərəcə cənub enliyində zenitdədir. İndi bizə bu vaxtı Bakı şəhərinə Günəş şüalarının düşmə bucağını hesablayın deyir. 90 dərəcə çıxılsın. Bakı yerləşir 40 dərəcəlik şimal idarəsində. Günəşdə 6 dərəcəlik cənub enliyində zenitdədir. Toplayırıq. 90 çıxılsın 46 bərabərdir 44 dərəcə bucaq altında düşür Bakıya. Keçdik 130-cu suala. 130-cu suala yenə eyni tip sualdır. İlk öncə Günəşin zenitdə olduğu enliyi tapmalıyıq. Yenə baxırıq, görürük ki, məntəqənin yerləşdiyi enlik 30 dərəcəlik enlikdir. 30 dərəcə çıxılsın. Mötərizə içərisində 90 çıxılsın Günəş şüalarının düşdüyü bucaq, yəni 45. 30 çıxılsın 45 bərabərdir -15 dərəcə cənub enliyi. Günəşin zenitdə olduğu enlikdir bu. İndi həmin enliklə Bakı şəhəri arasındakı məsafəni istəyir. 40-ın üzərinə gələcək 15-i. Edər 55. 55-i də vurarıq meridian üzrə 1 dərəcənin qiymətinə. Edər 6105 kilometr. Bu da bizim məsafəmiz oldu. Keçdik bu bölmənin sonuncu sualına, yəni 131-ci suala. Uyğunluğu müəyyən edin deyir. Payız gecə gündüz bərabərliyi günü Kolombo şəhərində 7 dərəcə şimal enliyi, 80 dərəcə şərq uzunluğu səhərdir. Bu zaman verilmiş coğrafi uzunluqlarda sutkanın hansı vaxtları olar? Deməli, Kolombo dedilər yerləşir 80 dərəcə şərq uzunluğunda. Çəkək bunu 80 dərəcə şərq uzunluğunda. Həmin vaxtı deyir səhərdir, yəni saat 6:00-dur. Yazaq 6:00. Bizə nə deyir? Birinci soruşur axşamdır. Axşam olması üçün saatın neçə olması lazımdır? Aralarında 12 saat fərq olmalıdır. Günortadır. Günortadırsa aralarında 6 saat fərq var və deməli günorta olan saatda irəlidir də. İrəli olduğu üçün 80 dərəcədən şərqə doğru getməliyik. Deməli günorta 12:00-dur burada. Və neçə saat fərq var? 6 saat. Yəni biz bunu dərəcəyə çevirsək, 1 saatımız 15 dərəcədir. 6 saatı tapmaq üçün 6-nı vurmalıyıq 15-ə, yəni 90-a. 80-in də üzərinə gəlirik 90-ı. Çünki şərqə doğru gedirik. Tapırıq 170 dərəcə. Deməli 170 dərəcəlik şərq uzunluğunda saat 12:00-dur. 12:00-dur. Axşam olması üçün biri də tapaq. Axşam olması üçün dedik 12 saat fərq olması lazımdır. Yəni 80 dərəcəlik meridianın əks meridianındadır həmin məntəqə. 80 dərəcəlik şərq uzunluğunun əks meridianı hansı uzunluqdur? Təbii ki 100 dərəcəlik qərb uzunluğu. Aralarında 180 dərəcə fərq var əks meridianların. Ona görə biz oradan tapırıq ki 100 dərəcə qərb uzunluğudur. Burada deməli saat 18:00-dur. Axşam deyirdi də. 18:00-dur. Yəni 6 ilə saat 6 ilə 18. Səhər burada 6-dır, burada da axşam 6-dır. Yəni 12 saat fərq var. Bunu da tapdıq. Gecə yarıdır deyir. Gecə yarı olması üçün də yenə 6 saat fərq olmalıdır. Və gecə yarı təbii ki, hələ saatda geridədir. 80 dərəcəlik şərq uzunluğundan yenə 6 saat fərq var. Yəni dərəcə olaraq 90 dərəcə fərq var. 80-dən biz 90-a çıxmalıyıq. 80-dən 90-a çıxırıq. -10. -10 o deməkdir ki, 10 dərəcəlik qərb uzunluğunda yerləşir həmin məntəqə. 10 dərəcə qərb uzunluğu. Burada deyir hələ ki, gecə 24:00-dur. Gecə yarıdır.
Tapdıq məntəqələr. Deməli, axşam oldu 100 dərəcə qərb uzunluğu, yəni D. Sonra günorta oldu 170 dərəcə şərq uzunluğu, yəni C. Gecə yarı isə oldu 10 dərəcə qərb uzunluğu. Doğru cavablar oldu D, sonra C və Y. D, C, Y. Bura yazın. D, C, Y. Belə, bu da 131-ci sualın cavabı idi. Bu bölmənin də sonuna gəldik. Gələn dəfədən inşallah sizinlə yerin öz oxunda ətrafı, daha doğrusu yerin öz oxu ətrafında hərəkəti bölməsinin suallarına baxacağıq. Və sizdən xahişim budur ki, əgər kanalımızdan yararlanırsınızsa, kanalımız sizin üçün, dərslərimiz sizin üçün faydalıdırsa, abunə ol butonuna basmağı unutmayın. Videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. İmtahana az bir vaxt qalıb. Əziz abituriyentlər, inşallah ki, hər biriniz üçün xeyirli olar bu imtahan. Hər birinizə uğurlar. Gələn videolarda görüşmək üzrə, sağ olun.